Bir çox insan sümük problemlərini yalnız yaşlılıqla əlaqələndirir. Amma əslində, sümüklər illər ərzində səssiz-səssiz zəifləyir və biz bunu çox vaxt gec anlayırıq. Tez yorulmaq, bel və diz ağrıları, zəiflik hissi, bunların hamısı sümüklərin artıq əvvəlki kimi güclü olmadığının siqnalı ola bilər. Bu videoda sizə sümükləri möhkəmləndirən 7 gündəlik qidadan danışacağam. Onların bəzisi hamımızın tanıdığı qidalardır. Bəziləri isə sümük üçün bu qədər vacib olduğunu çoxumuzun bilmədiyi məhsullardır. Videonu sona qədər izləsəniz, gündəlik qidalanmada edəcəyiniz kiçik dəyişikliklərin sümükləriniz üçün nə qədər böyük fərq yaratdığını görəcəksiniz. Əgər sağlamlıqla bağlı belə faydalı və real məlumatların davamını istəyirsinizsə, videonu bəyənin və kanala abunə olun. İndi isə gəlin görək, sümüklərimizi içərdən möhkəmləndirən bu qidalar hansılar? Süd və qatıq, sümüklərin əsas dayaq qidası. Süd və qatıq sümüklərin möhkəmlənməsi üçün ən əsas və ən etibarlı qidalardan biridir. Çünki sümüklərimizin quruluşu üçün lazım olan maddələrin böyük hissəsi məhz bu qidalarda var. Uşaqlıqdan bəri süd sümüklər üçün xeyirlidir deyilir. Amma bunun nə qədər vacib olduğunu çox adam yalnız problemlər başlayanda anlayır. Süd və qatıq sümüklərin sıxlığını qoruyur və zamanla zəifləməsinin qarşısını alır. Xüsusilə yaş artdıqca sümüklər tədricən maddə itirir və bu da ağrılara, tez yorulmaya və sınma riskinin artmasına səbəb olur. Süd məhsullarını müntəzəm istifadə edən insanlarda isə bu proses daha yavaş gedir. Qatığın üstünlüyü ondadır ki, həm asan həzm olunur, həm də gündəlik istifadə üçün çox rahatdır. Səhər yeməyində, ara yeməyində və ya axşam yüngül qida kimi qəbul edilə bilər. Süd isə birbaşa və ya yeməklərin içində istifadə olunduqda sümüklərə davamlı dəstək verir. Əsas məsələ miqdarı düzgün saxlamaq və bunu vərdiş halına gətirməkdir. Hər gün az miqdarda süd və ya qatıq qəbul etmək sümüklər üçün uzun müddətli qoruyucu təsir göstərir. Yumurta, sümükləri daxildən gücləndirən təbii mənbə. Yumurta çox vaxt yalnız əzələlər və enerji ilə əlaqələndirilir. Amma əslində yumurta sümüklər üçün də çox vacib qidalardan biridir. Xüsusilə yumurtanın sarısı sümük sağlamlığında böyük rol oynayır. Çünki sümüklərin möhkəmlənməsi təkcə bir maddə ilə yox, bir neçə vacib komponentin birlikdə işləməsi ilə mümkündür və yumurta bu baxımdan çox balanslı qidadır. Yumurta sümüklərin mövcud gücünü qorumağa kömək edir və zamanla zəifləməsinin qarşısını alır. Daimi olaraq yumurta yeyən insanlarda sümüklər daha dayanıqlı olur və gündəlik yüklənmələrə daha yaxşı cavab verir. Bu xüsusilə yaş artdıqca daha önəmli hala gəlir. Çünki yaşlandıqca sümüklər əvvəlki sürətlə özünü bərpa edə bilmir. Yumurtanın üstünlüklərindən biri də odur ki, onu hazırlamaq çox asandır və demək olar ki, hər evdə var. Qaynadılmış yumurta ən sadə və ən doğru formadır. Həm həzmə yüngüldür, həm də faydalı maddələrini itirmir. Gün ərzində bir yumurta belə sümüklər üçün ciddi dəstək verə bilər. Əsas məsələ yumurtanı düzgün bişirmək və onu balanslı qidalanmanın bir hissəsi kimi istifadə etməkdir. Bu vərdiş uzun müddətdə sümüklərin daha möhkəm qalmasına kömək edir. Qara kişmiş, sümükləri zəifləmədən qoruyan təbii dəstək. Qara kişmiş çox vaxt sadəcə şirin bir qəlyanaltı kimi görülür. Amma əslində o, sümüklər üçün gözlənilməz dərəcədə faydalı qidalardan biridir. Qara kişmişin tərkibində sümüklərin möhkəm qalmasına kömək edən maddələr var və bu maddələr sümüklərin zamanla zəifləməsinin qarşısını almaqda mühüm rol oynayır. Xüsusilə yaş artdıqca sümüklərdə maddə etkisi başlayır və bu proses çox vaxt hiss olunmur. Qara kişmiş bu itkinin yavaşlamasına kömək edir və sümüklərin daxili quruluşunu qoruyur. Müntəzəm istifadə edildikdə sümüklərin daha dözümlü qalmasına və gündəlik yüklərə daha yaxşı tab gətirməsinə dəstək verir. Qara kişmişin üstün cəhətlərindən biri də odur ki, onu gündəlik qidalanmaya əlavə etmək çox asandır. Səhər yeməyində qatıqla birlikdə və ya ara yeməyi kimi istifadə oluna bilər. Həm şirniyyat istəyini azaldır, həm də bədəni faydalı maddələrlə təmin edir. Əsas məqam miqdarı aşmamaqdır. Az, amma müntəzəm istifadə qara kişmişi sümüklər üçün dəyərli bir qidaya çevirir. Kiçik bir ovuc belə uzun müddətdə sümüklərin qorunmasına kömək edə bilər. Göyərti, sümükləri daxildən qoruyan təbii qalxan. Göyərti çox vaxt vitamin üçün yeyilən yüngül qida kimi qəbul olunur. Amma əslində göyərtilər sümüklərin möhkəm qalmasında çox önəmli rol oynayır. Xüsusilə ispanaq, cəfəri və şüyüt kimi göyərtilər sümüklərin quruluşunu qorumağa kömək edən maddələrlə zəngindir. Bu qidalar sümüklərdə olan maddə etkisinin qarşısını alır və onları daha dayanıqlı edir. Yaş artdıqca sümüklər tədricən zəifləyir və bu proses çox vaxt hiss olunmur. Göyərti müntəzəm istifadə edildikdə sümüklərin özünü bərpa etmə qabiliyyətini dəstəkləyir. Bu da gündəlik hərəkətlər zamanı sümüklərin daha rahat işləməsinə və ağrı riskinin azalmasına kömək edir. Göyərtinin üstünlüklərindən biri də onun gündəlik qidalanmaya asanlıqla əlavə olunmasıdır. Salatlarda, yeməklərin yanında və ya qatıqla birlikdə rahatlıqla istifadə edilə bilər. Üstəlik göyərti ağır deyil və bədəni yormur. Bu da onu hər yaş üçün uyğun edir. Əsas məqam göyərtini davamlı yeməkdir.
Hər gün az miqdarda belə istifadə etmək sümüklərin uzun müddət möhkəm qalmasına ciddi töhfə verir. Küncüt. Sümüklər üçün kiçik toxum, böyük küt. Küncüt çox vaxt yeməklərin üzərinə səpilən və ya çörəklərin üstündə gördüyümüz xırda toxum kimi tanınır. Amma bu kiçik toxum sümüklər üçün olduqca dəyərli qidalardan biridir. Küncüt sümüklərin möhkəmlənməsinə kömək edən maddələrlə zəngindir və müntəzəm istifadə edildikdə sümük zəifliyinin qarşısını almaqda mühüm rol oynayır. Küncütün əsas üstünlüyü ondadır ki, o sümüklərin sıxlığını qorumağa kömək edir. Yaş artdıqca sümüklər maddə itirməyə başlayır və bu da onları daha kövrək edir. Küncüt bu prosesi yavaşladır və sümüklərin daha davamlı qalmasına dəstək verir. Xüsusilə sümük ağrıları və tez yorulma yaşayan insanlar üçün faydalı seçimdir. Küncütü gündəlik qidalanmaya əlavə etmək çox asandır. Salaqların üzərinə səpmək, qatıqla qarışdırmaq və ya tahin formasında istifadə etmək mümkündür. Az miqdarı belə fayda verir. Əsas məsələ davamlılıqdır. Hər gün bir çay qaşığı küncüt belə sümüklər üçün güclü dəstək ola bilər. Kiçik, amma təsirli vərdişdir. Soğan. Sümükləri qoruyan gözlənilməz gündəlik qida. Soğan çoxumuz üçün sadəcə yeməklərə dad verən adi tərəvəzdir. Amma az adam bilir ki, soğan sümüklərin möhkəm qalmasında da mühüm rol oynayır. Soğan müntəzəm istifadə edildikdə sümüklərdə baş verən zəifləmə prosesini yavaşlada bilər və sümük itkisini azalda bilər. Xüsusilə yaş artdıqca sümüklərdə incəlmə başlayır və bu proses səssiz şəkildə gedir. Soğan bu prosesin qarşısını almağa kömək edən təbii maddələrə malikdir. Bu maddələr sümüklərin daxili quruluşunu qoruyur və onların daha davamlı qalmasına dəstək verir. Buna görə də soğan sümük sağlamlığı mövzusunda çox vaxt gözdən qaçan, amma dəyərli qidalardan biridir. Soğanın üstünlüklərindən biri də onun gündəlik qidalanmada çox rahat istifadə olunmasıdır. Çiğ halda salatlarda, yeməklərin içində və ya bişmiş formada qəbul edilə bilər. Xüsusilə çiğ soğan bu baxımdan daha faydalı hesab olunur. Əsas məsələ soğanı müntəzəm yeməkdir. Hər gün az miqdarda belə istifadə edildikdə sümüklərin uzun müddət möhkəm qalmasına kömək edə bilər. Quru əncir. Sümüklər təbii güc mənbəyi. Quru əncir çox vaxt sadəcə şirin bir meyvə kimi qəbul olunur. Amma əslində o, sümüklər üçün olduqca dəyərli qidalardan biridir. Xüsusilə yaş artdıqca sümüklərdə maddə itkisi sürətlənir və bu prosesin qarşısını almaq üçün düzgün qidalanma çox önəmlidir. Quru əncir bu baxımdan sümüklərə təbii dəstək verən qidalardandır. Quru əncir sümüklərin möhkəm qalmasına kömək edən maddələrlə zəngindir və müntəzəm istifadə edildikdə sümük zəifliyinin qarşısını almağa dəstək olur. O, sümüklərin daxili quruluşunu qoruyur və onların daha dayanıqlı qalmasına kömək edir. Xüsusilə bel, diz və oynaq bölgəsində tez yorulma və zəiflik hiss edən insanlar üçün faydalı seçimdir. Bu qidanın üstünlüklərindən biri də odur ki, gündəlik qidalanmaya asanlıqla daxil edilə bilər. Səhər yeməyində, ara yeməyi kimi və ya qatıqla birlikdə istifadə oluna bilər. Şirin ehtiyacını təbii yolla qarşıladığı üçün də əlavə üstünlük yaradır. Əsas məqam miqdarı aşmamaqdır. Gündə 2-3 ədəd quru əncir belə sümüklər üçün kifayət qədər fayda verə bilər. Davamlılıq burada ən vacib amildir. Gördüyünüz kimi sümüklərin möhkəm qalması təkcə yaşla bağlı deyil. Gündəlik qidalanmada etdiyimiz seçimlər sümüklərimizin gələcəyini birbaşa deyil. Əksinə, çoxumuzun hər gün süfrəsində olan sadə qidalardır. Əsas məsələ onları düzgün və davamlı şəkildə istifadə etməkdir. Sümüklər uzun müddət səssiz qalır, amma zəiflədikdə bunu ağrı, yorğunluq və hərəkət çətinliyi ilə hiss etdirir. Ona görə də problem yaranandan sonra yox, indidən tədbir görmək daha doğrudur. Kiçik dəyişikliklər, məsələn, bir qidanı əlavə etmək və ya bir vərdişi yaxşılaşdırmaq uzun müddətdə sümüklər üçün böyük fərq yarada bilər. Əgər bu məlumatlar sizin üçün faydalı oldusa, videonu bəyənməyi və bu tip sağlamlıq videolarının davamı üçün kanala abunə olmağı unutmayın. Və sonda sizə bir sual. Bu qidalardan hansını gündəlik rasionunuza daha tez-tez əlavə edə bilərsiniz? Rəylərdə yazın, birlikdə müzakirə edək.